Herkesi hoş gördük. Herkesin Qurban Bayramını təbrik edirik. Kəsilən qurbanları Allah qəbul eləsin. Hər il olduğu kimi də bu il də qurban kəsib paylamaq istəyirik. İnşallah keçən il söz vermişdik ki, inşallah abunəmiz 1 milyona qalxsın, istədiyimiz nəticəni əldə eləyək, gəlirimiz çoxalsın, yekə bir dana kəsək, amma alınmadı, abunə az oldu, yəni gəlir yoxdur. Dana kəsməyə imkanımız satmır. Bugün harasa bir 50 kiloluq bir dənə qoç kəsib paylayacaq yenə də. Allah qəbul eləsin. Allah qəbul eləsin. Salam Melek kardeş. Bize bu güzel göçek qoçun birinin bir dənəsini çəkərdiniz də. Təxmini bu neçə kilo gələr? Cibo çəkisi. Hə, bax bunu cibo çəki təxmin 50 kilo gələr də. Heç onu bir dənə diri çəki eləyin. Prosto sabah tezdən gələcəm də, yəni namazdan sonra, yəni bayram namazdan sonra gəlib kəsib aparacağım. Mən heç vaxt belə şey deməmişəm, amma deyirəm. O TikTokda şir atanlar, nə bilim mən, bəzi lazımsız kanalların abunə sayını qaldıranlar, belə kanalların sayını qaldırın ki, biz daha da çox xeyriyyəçi işlər görə bilək. Yəni real insanlara kömək eləyə bilək. Keçən il biz demişdik ki, abunə sayımız qalxsa, yəni gəlir əldə edə bilsək və daha çox xeyriyyə işlər görə bilirik. Bizi tanımayanlar bilirlər ki, biz yeni izləyənlər bilmirlər, amma köhnə çoxdan izləyənlər bilirlər ki, biz belə xeyriyyə işlərimiz olur Allah yolunda. Çəkib göstərməyimiz də bu kanaldır. Kanalda eləyirik. Abunə olun. Bax bu 100 kiloluq, 120 kiloluq dananı kəsib qurban kəsməyə imkanımız olsun bizim. Biz də istəyək ki, xeyriyyə işlər görək. Belə kanalların abunəsini qaldırın ki, nəinki mənim, digər xeyriyyə kanallarında abunəsini qaldırın ki, onlar daha çox xeyriyyə işlər görə bilsin və bir ucuza sizə toxuna bilsin onu. 120 kilo danadır. Arası 1600-1700 manat eləyir. Bizim onun hesabladıq, imkanımız çatmadı onu kəsməyə. İnşallah gələn illəri bu vaxta kimi milyonu keçərik. Birini yox, lazım gələr ikisini kəsib paylayarıq. Değerli dostlar, bugünlərim qurbanlıq heyvanımızı aldıq, beh verdik. İnşallah sabah tezdən bayram namazından sonra qurbanımız kəsiləcək. Hər kəsin qurbanı qəbul olsun. İndi isə istəyirik həyətdə biraz bağda bir yığış eləyək, buraları təmizləyək. Bilirsiniz ki, həyət elə bir şeydir ki, gene həftədə bir dəfə girib təmizləyəsən, yoxsa bütün ot basır hər yeri. Ama gör ne kadar? Çiğələmdir. Laqlı çiğələmdir. Hadi. Güzel. Alaram. Al buna da. O bu da sizin. Ala bunu da zəhərləməsən. Zəhərləməsən.
Bildim var ya. Cəbranı. Gör ne güzel pişirdi baba. Sağından qurbanı. Diyor benim bacarım. Aman qurbanı. Eyvallah. Halalları yok. Əziyyətimi itirməyibsən. Bellissimo. Bizden kaşık pişirmiş. Vallahi. Allah. Özü Bundan sulu. sonra rüya pişirsin. Nene sana kurban. Ellerine sağlık. Hay Allah. Diyor, hakkı zarabasız. Eyvallah, halaldır. Ucadan salavat. Bismillahirrahmanirrahim. La huvel hayyul qayyum. Ki bugün Qurban bayramıdır və əminəm ki, hər bir evdə, hər bir qazanda ət qaynayır. والعظمة وأهل الجود والجبروت وأهل العفو والرحمة. Qurban bayramının özəlliyi bundan ibarətdir ki, ehtiyacı olanları, kasıb ailələri sevindirmək üçün. Bizim də bu günlər gücümüz buna çatır, bunu eləyirik. İnşallah gələcəkdə abunəmiz qalxar, daha çox abunəmiz olar, daha çox kəsim elib paylayarıq. Bizim fikrimizdə bu illəri o idi ki, dana kəsək paylayaq, amma alınmadı. Buna da min şükür, Allah qəbul eləsin. Təmiz 24 kilo 23-25 kilo ətdir. Qayda qanunla bir pay özünə saxlamalısan, bir pay qonşuya, bir pay da ehtiyacı olanlara verməlisən. Olsun. Deməli, dəyərli izləyicilər, daha doğrusu xarici izləyicilərimiz. Ət elə doğranmalıdır ki, hamıya eyni qayda düşsün. Təxminən 800 qram 1 kilo arasında fikirləşmişik, yəni bir pişirimlik olsun. Deyək ki, bir nəfərə belə paketi götürürük. Biraz bu formada sümüksüz yerindən, biraz qabırğa ətindən, biraz boyun ətindən, biraz da o boş ət deyirlər ondan. Təxmini qoyuruq tərəziyə. Oldu 5 neçə qram. Biraz da quyruq kəsib qoyacağıq, biraz da ciyər qoyacağıq. Olacaqdır harasa 800 qram 1 kilo arasında. Ki yəni çox adama çatsın. Bu formada bölünür və belə paylanılır. Buraya türkü mü istemişsin?
Oyanıb gəl. Ha, oyan gəldi, yat. Yeməsi. Bunlar tez tök. 22 dənədir. ...22 dənə pay oldu. Yəni paylanması. Bir də burada bölünəcəkdir rayona gedənlərə, evdəkilər yeməyə. Deməli, harasa 9 qonşumuz var. Birini verdim. İslam qaydalarına görə qonşulara birinci özümüzə, sonra qonşulara, sonra da ehtiyac olanlara 2, 4, 5, birini versin 6, 7 nəfərdir. 7, 7, onda aparaq yolda ehtiyac olanları paylaş gerək. Ya Allah! Sen ne var? Gördü gördü gel. Sen parasından sonra kavamıza. Geldi. İkisine de vereyim ben. Bir katır. Ferahiyetten de. Sen kes yolu hoca. Ben maşını buca veririm, buradan qaydıram belə. Gözler gözler. Deyir bak orada darıyor, bak ona bak. Verdin mi? Zübeyde xala başqalar da var ya. Başka o bu Sloven, bu da bilmem ərazide olan. Ha belə ərazidə, o yüzden. Ne bir gelir. Kime satmazsa böyle görüştüğünler satmadı. Şimdi özümüz var. Ben de görüştüm be. Orada paylaşmıştım da hatta. Allah koşun olsun paylaşmıştım.